Yenə bu Ramazan ayı nəfsimə qoyub qadağa. Səhər tezdən axşama dəkəl uzatmıram arağa. İmkanlı dost tanışımı hər gün çağırıram bağa. 5-10 minlik süfrə açıb iftar ehsan eylirəm. İsraf nöqsan eyləmirəm. Öləndə aparmayacam bu dövləti mülkü malı. Məsəl var ki, tox olanın qonşusu ac olmamalı. Ona görə məmurlardan kimin var pulu sambalı. Hər axşam saat 6-da evə mehman eylirəm. İsraf nöqsan eyləmirəm. Restoranda imsak etdik, şot eylədi 3000 manat. Zərrə qədər pis olmadım çünki bu ciddi vacibat. Kasıba ilə tanıyıram, attım onlara 10 manat. Yoxsullara mən dəstək hər bir zaman eylirəm. İsraf nöqsan eyləmirəm. Hərklədicə qazanırsam mən bunu hər vaxt demişəm. Min şükür ki lap yaxşıdır evim, işim, pulum, peşəm. O gün qocalar evinə 5-3 dönər göndərmişəm. Hər 8 mart sevgilimə maşın qurban eylirəm. İsraf nöqsan eyləmirəm.